Qalbinizi xoş gördük. Kanalımın əziz izləyiciləri, bugün sizlərlə tarixin ən başdan mövzusunun topludan test izahı ilə tanış olacağıq. Paleolit, mezolit, neolit, eneolit dövrü getdi. Alt paleolit öyrənilmişdi. Elə variantı Azıq mağarasından əldə edilən tapıntılar. Bunlar da nə idi? Alt çənə sümüyü, ocaq izləri, ay kəllələri. Neolit dövründə heyvanlar daha uzaq məsafədən mezolitdir. Müxtəlif sənət sahələri, bəli, toxuculuq məsələn meydana gəlmişdi, duluzçuluq meydana gəlmişdi. Heyvanların əhliləşdirməsi mezolitdir, ilkin əkinçilik mezolitdir. Alt və orta paleolitin ümumi cəhəti burada verə bilər ki, ulu icmanın mövcud olması və yaxud da əmək alətlərinin daşdan hazırlanması. Bilirsiniz ki, paleolit özü daş dövrüdür. İctimai əmək bölgüsü Tunçdadır, Neandertal orta paleolitdir, ilk əkinçilik mezolitdədir, ağıllı insanın formalaşması isə üst paleolitdədir. Paleolit ilə mezolitin ümumi cəhəti yenə daşdan hazırlanması, qəbilə icmasının yaranması. Yaranması deyirsə, ümumiyyətlə bir şey bir dəfə yarana bilər. Bu da ümumiyyətlə üst paleolitdədir. Əkinçilik maldarlıq əsas sahə deyildi. Ümumiyyətlə əkinçilik paleolitdə yox idi. Axirət dünyasına inamın yaranması yenə orta paleolitdədir. İstehlak təsərrüfatı mövcud olması, bəli. Tayfa ittifaqının mövcud olması, xeyr, bu da Tuncdadır. Orta Tunc. Uyğun variant. Deməli, ilkin şəhər mərkəzinə verib neolit. Neolitdə ilkin şəhər mərkəzi yoxdur, orta Tunc olmalıydı. Ona görə bir olanlar çaca. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Deməli, bu da olacaq. Orta Tuncda görə hara verib? Düz verib 3-ü. Cavabımız da 3 ilə 5. Oturaq həyat tərzinə keçir, neolit düzdür. Daha sonra baxaq. Uyğun variantı müəyyən edin. Toxuculuğun yaranması. Təbii ki də neolit olmalıdır. Bura erkən Tunc yazıb. Ona görə də bir səhvdir. Bir olanlar çıxacaq. Sonra Neandertal insanda orta paleolitdə yaranıb. 2 düzdür. Cavabında qaldı 2-3. 3-ə də ilk metal eneolit düzdür. Mis. Azərbaycanın neolit dövrü üçün səciyyəvi idi. Neolit dövrü üçün səciyyəvi. Əkinçilik mezolitdir. Metal alətlərdən istifadə edilməsi eneolitdən başlayır. Mənimsəmə təsərrüfatının yaranması. Əhalinin, bu mezolit dövründədir. Əhalinin oturaq həyat tərzinə keçməsi bəli düzdür. Ev heyvanların əhliləşdirməsinin başa çatması da eneolitdir. Üst paleolit dövrünə aiddir. Üst paleolitdə bacarıqlı insanın yaranması. Təbii ki də alt paleolitdir. Süni oda orta paleolit. Axirət dünyası orta paleolit. Qəbilədə yaşaması, bəli, üst paleolit. Ümumiyyətlə, buradan yaranır qəbilə icması və ya qonşuluq icması. Oddan ilk istifadə də alt paleolitdir. Mezolit dövrü üçün səciyyəvi deyil, yəni ki, səhvdir. Deməli, nədir? Oxla kamanın ixtirası, bəli, aiddir. Əhliləşdirməyə başlaması aiddir. Tayfa ittifaqlarının yaranması səhvdir, çünki bu erkən Tuncda tayfalar yaranır, orta Tuncda tayfa ittifaqları yaranır. Yəni, bu orta Tunc aiddir. İstehsal keçidinin əsası bəli, ilk əkinçilikdə bəli düzdür. Neandertal adama aiddir, yəni orta paleolitə aid bir şeylər tapmalıyıq. İlk insan məskənləri, bu alt paleolit. Ovçuluq, yığıncılıqla məşğul olması düzdür. İlk dəfə heyvanlar dedik ki, mezolitdən əhliləşdirilib. Qəbilə icması şəklində yaşaması da üst paleolitdəndir. Daşdan əmək alətdə alt paleolitdir. Neandertal adama aiddir, yenə orta paleolit. Ulu icmada yaşaması düzdür. Toxuculuq neolit, oturaq həyat tərzi neolit. Bu da üst paleolitdən sonra, bu da alt paleolit. Cavabımız A. Uyğunluq, orta daş, mezolit. Qeyd edin bunlar dəftərinizə uşaqlar. Neolit, yeni daş, mis daşda eneolit. Aha, nə deyir? Balacalaşdıraq. Ana xaqanlığının mövcud olmasını verib 1-lə 3-ə. Hər ikisində də mövcud idi. Mezolitdə də, neolitdə də. Amma doğru cavabımız yoxdur. 1-lə 3, hə, 1-lə 3-dür. 2-lə 3 axtaran variantlardan. Qəbilə icmasının yaranması üst paleolitdir. Sonra neolitdə də deyil. Sonra birinci Tunc dövründədir, eneolitdə deyil. Uyğunluğu müəyyən edin.
Bunu qalınlaşdıraq. Aha. Orta daş yenə mezolit. Yeni daş neolit. Misdaş eneolit. Deməli, mikrolit deyirsə, mezolit seçəcəyik bir. Yəni 3 getdi. Biri götürdük, 3 atdıq. Sonra sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tuncdadır. Bura orta daş yazıb, ona görə səhvdir 2. Neolitdə səhvdir. Cavabımızda qaldı 1-5. Toxa ikinci inkişaf etməsi eneolitdə düzdür. Heyvanlar uzaq məsafədən təbii ki də mezolitdən gedir söhbət. Nə deyir? Nəticəsidir. Nəyin? Ox və kamanın ixtirasının nəticəsidir. Toxuculuğun saxçı yarandığı dövr neolit. A variantı. Mis hazırlamağa başladısa eneolit. A variantı. İlk əkinçilik vərdişinin yaranması mezolit. Yəni orta daş da verə bilər. Uyğunluq pozulub, yəni səhv. Üst paleolit. Düzdür, orta tunc dövrü. Düzdür, sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Ad paleolit süni od deyildi, təbii od idi. Süni od orta paleolitdir. Mezolit də düzdür, ev heyvanları da eneolit düzdür. Uyğunluğu gözlənilmişdir. Yolculıq. Yerdən başlayır. Əkinçilik, istehlak. İstehlak idi mi? Xeyr, istehsal idi. Boyalı qablar mədəniyyəti orta tunc idi. Bunu niyə bura salıblar? Çaxı bölmənin adında yox idi. Kür-Araz mədəniyyəti. Bu da erkən tuncu deyir. Şumlama, qoşqu heyvanları. Siklopik tiki də son tuncdur. Yığıcılıq da istehsal yox, istehlakdır. Doğru cavabımız C variantı. Azərbaycanda neolit dövründə deməli, köçmə maldarlığı erkən tuncdadır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi də tuncdadır. İlk dəfə metalda eneolitdir. Toxa ikinci yıxışınan tuncdadır. Sümük daşdan alətlər hazırlanıb. Bəli, Y variantı. Verilənlərin hamısının aid olduğu ana xətti ilə qohumluq əsasında birləşməsi qəbilə icmasının yaranması təbii ki də üst paleolit. Uyğunluq gözlənilib, yəni düz. Neolit ikinci tuncdadır. Paleolit istehsal səhvdir. Mezolit mikrolitdən istifadə edib düzdür. M. Bax, mezolit, mikrolit. M. Lit. O, hətta. Daha əvvəl baş vermişdi. İlkin şəhər mərkəzləri orta tunc. Atdan son tunc. Toxuculuq neolit. Birinci ictimai erkən tunc, mikrolit, mezolit. Cavabdayı. Bundan əvvəl olanı olmadı. Daha əvvəl yenə ana xalqanlı üst paleolit. Axirətə inam orta paleolit. Bu köçmə maldarlığı erkən tunc. Üzümçülük meydana gəlməsi orta tunc. İstehsal təsərrüfatda neolit. Əvvəl deyirdi, yəni orta paleolit. B variantı. Yəni mezolit aid olanı seçməliyik. İlk əkinçilik vərdişlərinin yaranması. B variantı. Azərbaycanda ana xalqanlığının ata, yəni erkən tuncdan bu yana qədər də lap son tunc götürək. Son tunc erkən dəmir. Deyir o da fərqli olaraq ana xalqanlığı dövründə, yəni atada olmasın, anada olsun. Hər ikisində kollektiv idi. Metaldan əmək alətlər hər ikisində hazırlanırdı. Əkinçiliklə maldarlıq meydana gəlmişdi. Bəli, mezolit cavabımız C. Azərbaycanda 12-8-dən fərqli olaraq, yəni mezolitdən fərqli olaraq eneolitdə. Dolusçuluqla məşğul oldu. Bəli, neolitdə yaranıb çünki. Maldarlıq elə mezolitdə yaranıb. Axirət dünyasında da mövcud idi hələ də. Yenə deyir ki, mezolitdə olmasın, amma erkən tuncda olsun. Daha doğrusu eneolitdə olsun. Mən burada bayaq eneolit dedim, bura neolit deməliydim. Neolit dövrünə düşür çünki neolit. Deməli, biz burada seçməliyik eneolitə aid bir şey. Əhali toxuculuqla məşğul olurdu. Daş alətlər, sümükdən əmək aləti, ana xalqanlıq, axirətə inam. Yine burada yenə toxuculuq olacaq, çünki neolitdə yaranıb. Uyğunluq gözlənilib, yəni düz. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdılar üst paleolit dövründə. Elə burada da cavab variantı. Sonra.
Neandertal adam üçün səciyyəvi deyil, yəni səhvdir. Ovçuluq, yığıcılıq məşğul idi. İbtidai maldarlığına əsasın qoyması bəli aid deyil. Çünki bu mezolitdə yaranıb, Neandertal isə orta paleolitdədir. Neandertal adam üçün səciyyəvi deyil, yenə səhv istəyir. Daşdan hazırlayırdı, ovçuluqla məşğul idi. Mənimsəmə təsərrüfatı idi. Əkinçilik vərdişinə yiyələnməsi yenə D variantı. Bacarıqlı insan, ağıllı insan. Baxa, ulu icmada yaşaması təbii ki də bacarıqlı insan 1-ə A variantı olmalıdır. Sonra D. İlk dəfə təbii yoldan istifadə etməsi bəli A-dir. Cavabda E. Sonra 2-yə verib C-yə ox kamanı ixtira edib qəbilə icmasında yaşayıb, daş sümükdən alət hazırlayıb. Bəli, düzdür E variantı. Deməli, bu yolla ibtidai insana məhsul əldə edirdilər. Məhsul əldə edirdilərsə əkinçilik yaranıb. A variantı. Sonra bitki toxumlarını yenidən məhsul alırdılar. Bir dəqiqə. Burada da yenə ibtidai əkinçiliyin əsasını qoydu. Bax, bura yazıb xış əkinçiliyi yox idi. Burada heyvandarlıqda yox, sənətkarlıq, ovçuluq, yığıcılıq meydana gəlmədi. İstehsal təsərrüfatının əsası qoyuldu. Yəni, artıq hazır şəkildə almırdılar, özləri yetişdirirdilər. Bacarıqlı insan, ağıllı insan, Neandertal. Kollektiv formada təbii ki də 4-ə gedəcək. Cavabda E. Yenə mezolitdən danışır. Bəhs olunan dövrdən fərqli olaraq insanlar orta paleolitdə ovçuluqla həmişə məşğul olublar. Erkən tuncda istehsal təsərrüfatı mezolitdir. Üst paleolitdə də qəbilədə idi burada da. Neolitdə ilk sənət sahələri yarandı, bəli. Neolitdə əkinçilik yox idi, mezolitdə idi. Mezolit dövründən başlayan hansı proses heyvanların əhliləşdirilməsi? B variantı. Neolitdə baş verən dəyişikliklərə aid deyil. Saxsı qabları hazırlayırdılar. Bir olan getdi. İnsanların toxuculuğuna məşğul olması 2-də düzdür. Sonra oturaq həyata da keçirmişdi, amma metal Neolit dövründə olduğu üçün cavab Y variantı. B variantı. B variantı. Görürsünüz, yalnız burada 3 deyik aid deyil. B variantı düzdür. 4. Ana xaqanlığına aid olmayan deyirsə səhvi götürəcəyik. Heyvanlardan qoşqu vasitəsi ata xaqanlığına aiddir. Ana xaqanlığı dövrünə aid olmayan, yəni ki, ata xaqanlığına aid olmalıdır ya da ulu icmaya. Misdən əməliyyətə aiddir, toxa da aiddir, oxçaman da aiddir. Heyvanlara inam və qan qohumu. Heyvanlara inam, totemizm daha əvvəl idi, ona görə cavab B. Deməli, Ortadaş dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərdən biri, yəni mezolitə aid, ana xaqanlığı sübut eləyir erkən tuncda, mis eneolit, bu da üst paleolit, mikrolit, bəli, B variantı. Səsi nitqdə üst paleolitdə yaranmışdı. Azərbaycanda yeni daş dövründə qəbilə icmasının həyatını, yəni neolitə aid bir şey tapmalıyıq. Neolit, xış əkinçiliyi tunc, başlaması paleolit, başa çatılması eneolit, əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi, bəli. Cavab B variantı. Azərbaycanda neolit dövründə qəbilə icmasında yeni əlamətlərdən biri. Təbii ki də toxuculuğun yaranması, C variantı. Sonuncu tunc dövründədir, bu da tuncdadır, bu da mezolitdədir. Daş alətdən mislə eneolit. Altınan mezolitin oxşarlığı, təbii ki də daşlardan istifadə və yaxud da ana xətti ilə qohumluq götürə bilmərik. Çünki atanın xətti ilə də birləşmirdilər. Ümumiyyətlə ulu icma mövcud idi. Sənətkarlıqla məşğul olması neolitdən başlayır. Çaxmalı daşı, bəli, doğru cavab D variantı. Paleolit, eneolit. Paleolitdə ulu icmanın yaranması, bəli, 1-ə A-nı götürdük. Kür-Araz mədəniyyətin formalaşması, xeyir, əmək alətlərin daşdan hazırlanması, A-C. Cavab da E. 2-yə də A, B verib, bəli, bəli. Bu da neolitdir. Neolit, eneolitin ümumi cəhətin mezolitdən fərqi. Ox kamandan istifadə mezolitdə vardı, ona görə biri çıxıram. Duluçuluğun mövcud olması mezolitdə yox idi, neolitdə yaranıb, ona görə 2-ni götürəcəm. 2 olmayanı çıxacam. Əhalinin əkinçi ilə məşğul olması da mezolitdən başlayır, yəni yalnız 2.
Ay, ay, ay. Qəbilənin mövcud olması hər dördünün oxşarlıdır. Üçünün. Dördə gedir o. 5-ə görə Y gedir, yoxsa C. İstehsal təsərrüfatının əsasının qoyulması təbii ki də mezalitdir. Ona görə doğru cavabımız Y qalır. Heyvanların əhliləşdirilməsi. Bir dəqiqə. Bu niyə belə oldu? Bəlkə bizdən uyğunluq istəyir. Qəbilənin mövcud olması. Qəbilə mezatda da var, neolitdə də var, paleolitdə var. 4-ə gedir A. Niyə bəs götürməyib? Heyvanların əhliləşdirməsi, bacarıqlı insanın yaranması paleolit dövründədir. Deməli 4-ə getdi A. 2 ilə ilə 2-yə getdi B. Aha. 2-yə getdi B. Sonra istehsal təsərrüfatının əsasının qoyulması da mezalitdədir. 1-ə getdi D. Variantlarda səhvlik var. 1-ə getdi D yox. 1-ə getdi C. Səhv yoxdur. Mən düz deyib variant səhv qeyd edirəm. 1-ə getdi C. Görə bəlkə də səhv var. 2-yə də getdi B. 3-ə görə nə gedir? Neolit. Saxsı qab istehsalının yaranması D. 3-ə də gedir D. Hə, yenə cavab Y qalır axı. 5-ə də Y. Heyvanların əhliləşdirməsi bəli mezatinin neolitdə mövcud olub Y. Niyə bəs bayaqdan səhv deyirdi? Heç olmaz. Təzədən bir də yoxlamış oldu. Ağıllı insan. Azıq insanlar alt paleolit, neandertal orta paleolit, ağıllı üst paleolit. Ulu icmada yaşaması təbii ki də kimə aid olacaq? Ulu icmada yaşaması alt və orta paleolitin oxşarlığıdır. Altından orta paleolit. Ona görə də 5-ə gedir. 2 dənə də cavabım qalır. Birə də görək nə gedəcək. Quruçay mədəniyyəti adlanması, yoxsa metal işləmənin əsasının qoyulması. 3-ə baxaq. Neandertal insan metal işləmənin əsasının qoyulması. Xeyr. Neandertal insana gedəcək. Orta paleolit dövründə yaşaması. Yəni C. C də getdi. C cavabımıza qaldı E. Orta paleolit alt paleolitdən fərqləndirən hansı cəhətlər üst paleolit üçün oxşardır? Süni od bəli, alt paleolitdə yox idi. Əhliləşdirmə ümumiyyətlə yox idi. Yılçıq həmişə mövcud olub. Təbii oddan istifadə edilməsi də həmişə var idi. Cavabımız olur 1. Yalnız 1. Yalnız 1. Sonra yalnız bir də Y variantında var. Ana xaqanlığı fərqləndirmir, yəni oxşarlığını seçməliyik. Qohumluq əsasında insan kollektivi bu səhvdir. Bu səhvdir deyib, bu səhvdir deyib. Bir olanları atmalıyıq. Sənətkarlığın yaranması fərqləndirir. Sonra istehsal təsərrüfatı ilə məşğul olması. Bu da fərqləndirir. Cavabda D. İstehlak təsərrüfatı düzdür. Verilənə hər iki dövrün ümumi cəhətlərini müəyyən edin. Ümumi cəhət deyirsə, qədim daş dövrünün ortaları, qədim daş dövrü deyir ha. Yəni nə? Daş dövründən metala keçid eneolit. Çaxmaq daşı və vulkanik şüşədən alətlərin hazırlanması. Hə, ümumi deyir. Elə bu anı götürəcək ki, ümumi hər iki dövrdə də var idi. İnsanlar süni və təbii oddan istifadəsi misdən alətlərin hazırlanması. C səhvdir. C səhvdir deyib C olanını saxlayıram. İnsanların maldarlıqla məşğul olması da səhvdir. Cavabımız elə A, B-dir. Bəli, düzdür. Düzdür, uyğundur. 52. Bacarıqlı insan, ağıllı insan. Alt paleolitdə yaşamışdı. Təbii ki də ağıllı insan. Daha doğrusu alt paleolit deyir. A, bacarıqlı insan. 1-ə getdi A. Sonra rabitənin nitqə malik deyildi. Yenə B-də gedir. Cavab da olur D. Azərbaycanda neolit üçün səciyyəvidir. Neolit üçün səciyyəvi olmalıdır. Deməli, istehsal təsərrüfatının keçidin əsasının qoyulması mezalitdir. Əhalinin oturaq həyat tərzinə keçirməsi və saxsı qabların hazırlaması. 2, 4,
Oxla kamanın ixtira edilməsinin əhəmiyyəti biri birdir. Təbii ki də oddan istifadə xeyir, bir də ehtiyatını artırmaq, bəli, 1-lə 3. Uşaqlar davam eləyirik hardan? Harda qalmışdı? 55. Azərbaycanda mezolit dövrünü üst paleolitdən fərqləndirir. Yəni mezolit dövründə olsun, üst paleolitdə olmasın. Ulu icma vardı, qələt eləyir, yox idi. Ulu icma çünki orta paleolitlə alt paleolit vardı. Mən niyə tərs dedim? İbtidai maldarlığın əsası qoydu, bəli, mezolitdə idi. Ona xaqanlığı meydana gəldi. Bu üst paleolitdə idi. Oxla kamanın ixtirası da bəli, cavabımız da olur 2 və 4. Eneolit dövrü yenə eneolitdə olsun, paleolitdə olmasın. Mis alətlərdən istifadə bəli, eneolitdən başlayır. Daş alətlər onsuz da oxşar cəhətdir. İstehsal təsərrüfatı olar, çünki paleolitdə yox idi. Axirət dünyasına hər ikisində inam mövcud olub. 1-lə 3. Yeni daş dövrü, yəni neolitə aid olanlar, daş alətlərinin deşilməsi, cilalaması. Hə, neolitə yeni daş deyilir, bir də cilalı daş, mezolitə də kobud daş dövrü deyilir. Yazın bura, qeyd eləyin sizdə. Deməli, cilalı daş. Nə oldu? Neolit. Ya da yeni daş. Bir də nə dedik? Kobud daş. Mezolit. Hə, bunu burada şey eləyim, qeyd eləyin, götürün sizdə. Hə. Heyvanların əhliləşdirməyə başlaması aid deyil. Neolit mezolitdən başlayır. Qurutma mədəniyyətdə səhvdir, xış əkinçiliyi tuncdadır, ilk sənət sahələri bəli, oturaq həyat tərzi bəli, 1, 5, 6. Sonra orta daş, yəni nə dediyim mezolit sümükdən alətlər bəli hazırlanıb. Əkinçilik və maldarlıq əsas deyildi. İstehsal təsərrüfatın formalaşmasının başa çatması xeyir. İlk əkinçilik vərdişlərinin yaraması bəli, duzçul neolitdə yaranır, mikrolitdə düzdür. Deməli oldu yenə 1, 4, 6. Cavabımız 1, 4, 6. Daha sonra ad paleolitə aid olanlar iri tayfa birliyi tuncdadır. Ulu icma düzdür. Süni od yox, təbii yod olmalıydı. Orta paleolitdədir süni od. Qəbilə icmasının formalaşması ümumiyyətən yox idi. Sadə dini inanc bəli, ay kəllələri üzərindəki cızıqlar sadə dini inancdır. 2, 5. Artıq axirətə inanırlar orta paleolitdə. Bitcə dəqiqə. Hə, Azərbaycanda eneolitdə başlanılmayıb, bitib, qələt eləyir. Kurqan qəbirdə tuncdadır. Sənətkarlığın mühüm yer tutması bəli, neolitdə yaranmışdı. Daş alətlər düzdür. Cəmiyyətdə əmlak bərabərsizliyin tuncda dərinləşib 3-lə 4. Azərbaycanda ulu icma ilə qəbilənin ümumisi, maldarlıq yox idi, mezolitdədir, əmək alətləri daşdır, düzdür. Dini mərasimlər ümumiyyətlə ata xaqanlığı dövründə idi, ona görə tunca aid deyil. Cəmiyyətin həyatında qadınlar xeyir, insanların yığıcılıqla məşğuliyyəti bəli 2-lə 5. 25. Sonra nə deyir burada? Ulu icma ilə qəbilə icmasının mövcudluğuna aid ümumi cəhət Dəvəgözü çaxmaqdaşı düzdür. Yalnız sözü varsa səhvdir. Ana xətti də səhvdir. Axirət dünyasına inam. Bəli, orta paleolitdən başlayıb əkinçilikdə qələt eləyir. 1, 2, 4. 1, 2, 4. Sonra, bunu da yazdısa silirəm. Yazmırsınızsa da esis eləyin, telefondan baxarsınız. Azərbaycanın neolitdən fərqli olaraq eneolitdə mis, bəli, eneolitdə başlayıb. Çünki taxı əkinçilik xışla qələt eləyir, bu tuncdadır. Sonra saxsı qablarla hazırlanmış, bu neolitdir onsuz da. Ev heyvanların hamısı əhliləşdirilmişdir, 1, 4. Burada demək olar ki, niyə deyir? Çünki biz atı son tuncda deyirik də. Neolitlə eneolitin oxşarlığı, neolit, eneolit. İstehsal təsərrüfatı mövcuddur, bəli. Metaldan əmək aləti xeyir, çünki eneolitdən başlayır metal. Saxsı qablar, bəli. Ovçuluq, balıqçılıq, məşğuliyyət sahəsi olması, cəmiyyətdə. Əsas məşğuliyyət sahəsi 2 dövrdə deyildi. Bunu neolitə götürə bilər, amma eneolitə götürə bilmərik. Həm də balıqçılıq üst paleolitdə idi. Cəmiyyətdə qadınların mövqeyinin üstün olması, bəli. Ana xaqanlığı idi, çünki hər ikisində də 1, 3, 4. Elə oldu da. Yox, 1, 3, 5 oldu. 1, 3, 5. Paleolitlə mezolitin oxşarlığı. Deməli, istehsal təsərrüfatı var idimi? Yox idi, qələt eləyir. Daş alətləri amma düzdür. Rabitəli netikdə düzdür, üst paleolitdən. Ovçuluqla məşğul olmalıdır, bəli, həmişə kimi. Bu, deməli, 2, 3, 4.
Hətta ulu icma yenə deyirəm, alt və orta paleolitdə mövcud olub deyə səhvdir. Mezolit ilə paleolitin fərqləndirən. Yəni mezolit ilə neolitin oxşarlığı olsun. Riyaziyyatda nə qədər zəhləm getsə də, deməli paleolitdən fərqi olsun. Paleolit. Hə, belə, çoxluq kimi. Yəni, enlə enin kəsişməsinin peydən fərqi. Daşdan alətlərin hazırlaması hamısı üçün oxşar cəhətdə qələt edir. Heyvanların əhliləşdirilməsi, heyvanların, bəli, bu düzdür. Mikrolit də düzdür. İnsanların qəbilə icması ilə paleolitdən başlayır. Riyaziyyətsiz də həll edə bilərsiniz. Təbii ki də sadəcə ikinci qruplar riyaziyyatı sevər deyə bu yolla dedim. Əkinçilik vərdişlərinin mövcud olması da mezolikdən başladığı üçün düzdür. Deməli 2, 3, 5. Ox və kamandan istifadə edərək heyvanları ovlayır. Yəni, nə deyir? İlk dəfə metaldan alətlər hazırlayıb. Hə, insan tipini soruşur. Yəni, Homo sapiens. Ağıllı insan. Ağıllı. Və ağıllı olub bunu yetərincə işlətməyənlər. Nəsə, dostluğun əsasını qoyub, bəli, neolit dövründə. Yazıram bura. Birincisi neolit. İkincisi, bəli, bu da düzdür. Paleolit. Hətta erkən tunca qədər. Daxil deyil. Üçüncüsü, əkinçidə xış tunc dövrünə aiddir. Dördüncüsü, ilk dəfə süni ot. Süni ot deyirsə orta paleolitdir. Bu da düz deyil, çünki bu neandertal insana aiddir. Azıq insanda alt paleolitdir. Ona görə cavab 1 ilə 2. İkincili də mezolitdə yarandığı üçün bunu da götürürəm. 1-2 mikrolit. Mikrolit də mezolitdə yarandığı üçün bunu da götürürəm. 1-3. Oturaq həyat tərzi keçirməsi neolitdədir. Ticarətlə məşğul olması isə hiçbirinə aid deyil. Ticarət özü deməli orta tuncda yaranır, amma tacirlər qrupu son tuncda ayrılır. Bunu da yadınızda saxlayın. İbtidai icma quruluşuna aid səbəb nəticəni müəyyən edin. Yəni düzgün olanı tapmalıyıq. Qədim insanların yaşamaq uğrunda mübarizə aparması, əmək alətləri hazırlanması, əmək alət fəaliyyətin genişləməsi, imkanların şuurunu inkişaf etməsi, toxuculuğun meydana gəlməsi, ibtidai incəsənətin yaranması, xeyr, misdən əmək alətləri, toxadan istifadə, xeyr. Deməli, 1-2 oldu cavabımız. 1-2. Deməli, 6-4-cü minilliklərin oxşarlığı, əkinçiliyin maldarlıqdan ayrılması erkən tuncdadır. Daş alətlərin üstünlüyü olması daş dövründə, dairəvi yaşayış evləri eneolit dövründə, toxu ilə yumşaldılması, daş alətlərin məişətdə üstünlüyü yer tutması, bu da daş dövrünə aid götürəcəm. Ümumiyyətlə biz eneolitdən danışırıq, eneolit. 2 düz, dairəvi yaşayış evləri düz, toxu ilə yumşaldılması düz. 2, 3, 4, ibadətgah da erkən tuncdur. Bunu da 2, 3, 4. Yenə 6-4-cü minillik, yenə eneolit. Bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısının əhliləşməsi, bəli. İstehsal keçiş əsası xeyir. Əhalinin məşğuliyyəti sənətkarlıq, bəli. Daşdan əmək alətdən hazırlamağa başlaması xeyli iyi uzluqlar, bəli. 1, 3, 5. 12, 8. 72-də deyir 12-ci 8-ci minilliklərə, 6-4-cü minilliklərə əhatə eləyən dövrün ümumi cəhəti. Yəni nə? Mezolit, mezo, eneolit dövrlərinin oxşarlığı. Misdən eneolitdə başlayıb bir səhvdə heyvanların əhliləşdirilməsi düzdür. Mezolitdə başlayıb eneolitdə bitib. Toxuculuq mühüm yer tutması, qəbilə icması mövcud idi, tayfalar yox idi. Cavabımız da olur 2, 3, 4. Çünki tunc dövründə idi tayfalar. Tayfada da tığ var, tuncda da tığ var. Hə, bir də testlərə yazacaq. Qəbilələrin birləşməsi nəticəsində bu deyilə tayfalardır. Yəni çaşmayın. Deyir ki, əvvəlki dövrlərdən fərqli olaraq neolitdə, yəni deyir neolitdə olsun, ondan əvvəl olması. Ana xətti ilə birləşirdi, elə neolitdə də yalan deyir. Təsərrüfatda əsas yeri maldarlıq əkinçiliyi tutur. Bəli, bu düzdür. İnsanlar oturaq həyata keçmişdi, bəli. İri tayfa ittifaqları yaranmışdı, xeyri bu da orta tunca aiddir. Daş dövrünə aid olanları, yəni paleolitlər, paleolit, mezolit, neolit və eneolit. Bunlara aidlər seçəcəyik. Çaxmaq daşından düzəldirdilər, bəli. Dini mərasim tuncdadır, erkən tuncda. Xış əkinçiliyi meydana gəlməsi də erkən tuncdur. Daha sonra insanların mikrolit də mezolitdir, ona görə götürürəm. Yeni istehsaldan neolitdə yaranıb, bəli, düzdür. Bu orta tuncuna da oxşar olar.
Davam eləyək. Daş dövrünə aid olanları deməli. Saxsı qablar, bəli, neolitdən. Oxla kaman, mezolit, ayaqla hərəkətə gətirən son tunc, kollektiv dəfn etmə, erkən tunc, bağçı, bostancı, orta tunc, quruçay mədəniyyəti, bəli, 1, 5, 6. Paleolit dövrünü mezatdan fərqləndirmir, yəni oxşar. Sümükdən əmək alətinin hazırlanması, bəli, ilk yaşayış məskəni 6 paleolitdir. İnsanların ulu icmada yaraması 6 orta paleolit, axirətə inanma mövcudluğu, bəli, orta paleolitdən başlamışdı. Xronoloji ardıcıllıq, deməli, qəbilənin meydana gəlməsi üst paleolit, axirət dünyası orta paleolit, insan alt paleolitdə ilk meydana gəlib. 6 paleolit. Alt, art, orta, üst. Bəs burada səhv nədir ki? Burada ardıcılıq düzdür. Amma nədir çaşdırır? Birinci ilk insan meydana gəlməlidir, sonra mədəniyyət yaranmalıdır. Ona görə 2 ilə 1-in yerini dəyişməliyik biz. Yəni dövrlər eyni olsa da məntiqlə burada fikirləşməlisiniz ki, insanlar birinci yaranmalıdır ki, daha sonra da mədəniyyət yaransın. Yəni yaşadığı əraziyə görə elə adlandırırlar. Deyir, damcılı, zar, buzeyir mağaralarının yerləşdiyi ərazilər. Damcılı, zar, buzeyir. 5, 2, 3. Sonra Göytəpə və Kamiltəpə, Göytəpə, Kamiltəpə. Qədim daş dövrünün sonlarında, qədim daş dövrü deyirsə, yəni üst paleolitdən gedir söhbət. Nəsil icma yarandı, bəli, ya da qəbilə icması. Ana xalqanlığının dövrü başladı, bəli, ilk sözün gördü, səhvdir, 6 paleolit. Obsidian da başladılar, yenə 6 paleolitdən 1-dən 2 doğru cavab. Daş dövrünün sonlarında, bu ümumiyyətlə daş dövrü deyil, yəni eneolit. Saxsı qablar hazırlandı, bəli, neolitdən. Qəbilə meydana gəlmişdi üst paleolitdə. Üst paleolitdə, ona görə 2 səhvdir. Tayfa əkinçiliyi mövcud idi, bəli. Gəmiçilik mövcud olmuşdu, bəli. Tayfa ittifaqları mövcud idi, xeyr. Deməli, 1, 3, 4. Verilənlərin hər ikisi hansı dövrə aiddir? Cilalı daş. Cilalı daşı dedim ki, sizə neolit dövrünə aiddir. Burada da götürəsiz yeni daşı. Əkin biçin işlərində oraqdan istifadə edilməsi. Bu da mis daşla ortaya götürəsiz. Çünki neolitdə cilalı daş dövrü başlayır. Yəni bunu hansısa bir, məsələn, qədim daşla götürsəz oxşar, götürə bilməzsiniz. Çünki bu neolitdə yaranıb. Yeni daş dövründə. Və yaxud da orta daş mezolitlə də oxşar götürə bilməzsiniz. Çünki bu neolitdə yaranıb hələ. Ona görə neolit və ondan sonraki dövrlərin oxşarlığını götürəsiniz. Cavab da olacaq eneolit və neolit. Yəni 2 və 4. Aydın oldu mu? Yəqin ki oldu. Olmadısa rəylərə qeyd edərsiniz. Yenidən izah verərəm. Ulu icma ilə nəsli icmanın oxşarlığı, insanların birlikdə yaşaması, bəli, qan qohumluğu nəsli icmadaydı. Qədim daş dövründə meydana gəlməsi, bəli, ikisi də paleolit dövrlərində yaranıb, xüsusi əmlaka malik olması, xeyir, 2 və 3. Yox, 1 və 3. Düzgün işarə qoyub, düzgün yazmada bacarın ki, imtihanda sonra səhv eləməyəsiniz. Xronologiya, başa çatması, eneolit. İlk əkinçilik, mezolit. Qəbilə icması, üst paleolit. Neandertal, orta paleolit. Deməli, düzəndə birinci olur. 4, 3, 2, 1. Highlightersız. 4, 3, 2, 1. Sonra ibtidai maldarlığın əsası mezolitdə. Mezolit. Birazdan naziləşdirək. Toxuculuqla məşğul olmasa başlaması neolit. Tuncdan əmək alətlərin başlaması erkən tunc. Elə ardıcıl verib 1, 2, 3. 1, 2, 3. Daha sonra müasir insan tipi, yəni Homo sapiens, üst paleolit. İlk şəhər məskənləri orta tunc. Mənimsəmə təsərrüfatına keçidin əsasının qoyulması mezolit. Burada da olacaqdı 1, 3, 2. Yenə xronologiya istəyir. Tayfalar erkən tuncda yaranıb. İlk dəfə oddan istifadə 6 paleolit.
Ağıllı insanın yaraması üst paleolit, ibtidai maldarlığın əsasının qoyulması mezolit, düzəndə də olur 2, 3, 4, 1, 23, 41. Duzçuluq yarandığı ha vaxt neolitdə. Boyalı qablar orta tunc, ana xaqanlığı getdi, ata xaqanlığı yarandı erkən tunc, başlandı mezolitdə. Deməli düzəndə olur mezolit, neolit, erkən tunc, orta tunc. 41-32. Uyğunluq istəyir bizdən. Neolit, eneolit və paleolit. Qəbilə icması üst paleolitdə yarandı. İlk sənət sahələri neolitdə yarandı. Əkinçilik maldarlıqdan ayrıldı. Heç birində erkən tuncda. Mövzuda heç tunc yoxdur, niyəsə gətirib salıblar. İlk metalın əldə edilməsi eneolitdir, mis. Heyvanların əhliləşdirməyə başlaması da mezolitdə, o da yoxdur, heç birinə getmir. Yəni AB-dir. Mezolit, neolit, erkən tunc. Əkinçilik maldarlıqdan ayrıldı, erkən tunc. Bilmən axı adında tunc yoxdur, niyə salıb ki? Əhalinin oturaq həyat tərzinə keçməsi neolit. Ox kamanın yaranması mezolit. Köçmə yaylaq maldarlığı erkən tunc. İbtidai maldarlıq mezolit. Yenə uyğunluq, ana xaqanlığı, ata xaqanlığı. İkinci böyük ictimai əməl bölgüsü ata xaqanlıq, saxsı qablarında ayaqla hərəkətə gətirilən ata xaqanlıq, mikrolit, ana xaqanlıq, oturaq həyat tərzi, ana xaqanlıq, daşdan ilk əmək alətləri, ulu, icma. Heç birinə getmir. Ox kamanın dəqiqə uşaqlar. Biz neçədə qalmışdıq? 95-də idi. Yox. Ox kamanın meydana gəldiyi dövr mezolit. Bacarıqlı insanın yarandığı dövr alt paleolit. Yəni ki, oxşarlıqlar uyğunluq deyir. Metaldan istifadə edilməsi heç birinə. İbtidai əkinçilik B gedir mezolitə. Ana xaqanlığının süqut etməsi də heç birinə. İlk insan məskənləri alt paleolit B-dir. Fiziki əməyi də tuncdadır, yəni B və D. Yəni 35-12-ci minilliklərə əhatə eləməsi. 35-12 deyirsə, təbii ki, biz burada götürəcəyik üst paleolit. 6-4 deyirsə eneolit. Eneolit. Ana xaqanlığı, ata xaqanlığı heç biri. Misdən ilk dəfə B gedir. Üst paleolit C. Müasir insan tipidir. Dairəvi yaşayış evləri Y. Uyğunluq 100 min ildən 35 min il əvvələ qədər, yəni orta paleolit. Daha sonra 12-8 mezolit. Daşdan əmək alətləri başladı. Heç birində ilk əkinçilik vərdişləri mezolitdə. Orta paleolit dövrü 1-ə, mikrolit, mezolit, neandertal, orta paleolit. C-Y-B-dir. Paleolit, mezolit, neolit. Saxsı qabların hazırlaması neolit, xış əkinçiliyi heç biri, mikrolit, mezolit, C variantı. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması. Bu da mezolit, qurutçay mədəniyyəti, paleolit. Burada tunc dövrü qaldı. Tunc dövründə izahını istəyirsinizsə, rəylərə qeyd eləyərsiniz. Onların da izahını çəkirəm. 82 dənə testdir. Əgər onlayn dərslərində siz də iştirak eləmək istəyirsinizsə, 055 498 86 55 WhatsApp nömrəsinə yaza bilərsiniz. Özünüzə yaxşı baxın, videonu bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Hər hansı bir mövzunun izahını istəyirsinizsə qeyd eləyə bilərsiniz və yaxud da sınavın izahını istəyirsinizsə onu da qeyd eləyərsiniz, izah eləyərəm.